Həyatınızı xilas edin. Vallah deyirəm. Yaxşı mənada deyirəm. Baxın, qabaqdan green card qeydiyyatı gəlir. Qabaqdan green card qeydiyyatı gəlir uşaqlar. Baxın. Şansdır. Düşə bilər sizə. Şansınızı dəyişə bilərsiniz. Həyatınızı dəyişə bilərsiniz. Baxın. Avropaya gedə bilərsiniz. Xarici gedə bilərsiniz. Fərq eləmir hər hansı bir ölkəyə. Kanadaya gedə bilərsiniz. Əlinizdə şans var. Biz 100 ildir danışırıq. 100 ildir sual verirsiniz ki, qardaş, necə edək? Bax, necə etmək yolunun qaydasını burada açmışıq sizin. Vergisini qurmuşuq, şirkət açmışıq, qanuni şəkildə sizin hər şey eləmişik. Hər gün sizin qabağınızdayıq. Video çəkib Nigar Fərahad kimi sizdən 50 min, 10 min, 15 min alıb 500 dəfə səfirliyə müraciət eləmirik boş yerə. Sizə ciddi şəkildə həm danışaraq, həm sizə izah edərək, danışmaq bilsin nədir? Mən sənə olmayacaq bir şey, olmayacağını deyirəm. Məsələn, burada bizim Lənkəranlı, bizim dostumuz, qardaşımız var. Onunla 15 dəqiqə danışdım. Adama başa salırım. Adam anlayır. Əgər bu şeydən sən zərər görəcəksənsə, deyirəm, bax, bunu eləmə şansın 30%. Tərzində bir ay vaxtınız var. Səhv doldurmamaq, düzgün doldurmaq, başvurunun cavablarını yoxlamaq, parolu itirməmək. Bunlar hamısı bizdə qeydiyyatda olur. Qeyd vurulur, kompüterə vurulur. Və sabahları sənin telefonun içsə, parolu unutsan, hər şeyində olsa, bizdə bu qalınır. Və udandan sonra da sizə o pulla satılmır, pulsuz verilir. Yəni, əvvəllər Azərbaycanda vardı belə, kart qeydiyyatından keçirdiniz, udan adamlara 3000'ə verirdilər parolu zadı. Ama yani, sayt açmışlar, Green Card saytı, yalanla. Yəni, belə bir şey yoxdur qardaşım. Bax, keçirsən, biz canlıdayıq, biz göz önündəyik. Göz önündə olmağımız için daha önəmlidir, daha yaxşıdır. Və qeydiyyatdan keçib 2 gün ərzində zəng gəlməyən adamlar, əgər zəng gəlmədisə, növbət çoxdur. Ay mənə zəng gəlmədi, 25 manatımı qaytarın deyən adamlara, bizim çox gözəl bir hərəkətimiz var stiker formasında, mənim stikerimdir. Onu mən sizə şəxsən ayrıca göndərəcəm. Yaxşı mı? Ən sevmədiyim yeri. 150 nəfər adamsınız. Bizim işçi kütləmiz 4 nəfər, 5 nəfərdir. Yəni siz bunu anlayışla qəbul edin. Yəni eyni vaxtda 50 nəfər, 100 nəfər qeydiyyatdan keçir. Qaqa niyə 2 dəqiqə ərzində mənə zəng gəlmədi? Okey mi? Nigar Fərahada 11 min verib 5 ildə alıcı sürünürsünüz. 25 manat ödədiyiniz halda başqa heç bir şey ödəmirsiniz. 25 min dəfə zəng vurmağa çalışırsınız. Elə deyil. Hamımızdan bir-bir tək-tək əlaqə saxlanılır. Yəni heç kəs üstün, heç kəs aşağı qəbul edilmir. Hər kəsə eyni baxılır. Həyatınızı xilas eləməyə 25 manatdan başlayır. Cəmi 25 manatdan başlayır. Qeydiyyatdan keçənlər pul satsınlar. Hər gün ərzində sabahdan etibarən bu işə sırf start vermişik və yayınlarımız da olacaq canlı yayında. İndi stok zakaz vermişəm, holder zakaz vermişəm telefon üçün. Həm oyunlarımız olacaq, həm maraqlı söhbətlərimiz olacaq, həm kompüterlə sizinlə bir yerdə danışacaq, ən azı bir 5-6 saat yayınlarda olacaq. Həm oyunlarla, hər formada sizin həm fikrinizi saxlayacağım, həm də gün ərzində ən azı 5 saat bizimlə diyalogda ola biləcəksiniz. Misafiri adamları qoşacaq. Kompüter açandan sonra normal fake olmayan profilləri bacardığımız qədər qoşulub onların suallarına cavab verməyə çalışacaq. Hər yerdə yayın açacaq. Hər yerdə. Orada da açacaq. Dediyimiz hara varsa orada yayın açacaq. Əgər sizin... Yəni bizə gələn ən çox sual odur ki, necə gələ bilərəm ay qardaş? Bizdə hələ ki legal yolu budur. Başqa yolları YouTube'dan da girib baxa bilərsiniz, Telegramdan da oxuya bilərsiniz. Biz halal, dəqiq yolları göstəririk. Bu da budur. Avropaya getmək istəyirsən, Amerikaya getmək istəyirsən, Kanadaya getmək istəyirsən, bu dəqiqə viza alma şansları var. Bunlardan istifadə elə və gəl. Həm də ki, birbaşa bizlə əlaqəyə çıxasan, özündə ürənslədiyin sualları verəsən. Bunu etmək üçün də yalnız alfa, ortadan xətt, yuxarıda yazılıb göy sticker. Ortadan xətt visa.com saytına girirsiniz. Müraciət bölməsinə keçirsiniz. Özünüz haqqında qısa məlumat, orada sizin pasport nömrənizi istəmirik. Nə bilim, şabəhnamızı istəmirik. Özünün üçün haqqında qısa məlumat yazıb göndərirsən,
Cəmi 24 manat pul ödəyirsən, bu 24 manatda cəbətdə Mən sənin getmək çıxartması pullarının Bakın daxilindədir. uşaqlar, 25 manatı verəndə bütün vizalar haqqında məlumat ala bilirsiniz. Eyni zamanda green card qeydiyyatınız, green card açılanda qeydiyyatınız pulsuz olacaq. Bax, green card qeydiyyatınız pulsuz olacaq. Sadəcə sayta başvuru tamamlayanlara. Bir dəqiqə deyəm. Heç kəs atmıyorum bloka, heç kəs səssiz atmıyorum. Fake profil, qoşma olmuş. 5 manat qardaş, ona görə 25 manatdır ki, uşaq, bəbə, körpə bu sayta giriş hamı üçün açıqdır. 18 plus sayt deyil. Niyə belə? Öz başına monitora doldur, yazmasın. Əli necəsən, səni çox istəyirəm məsəl üçün. Mən oturum buna Olsa cavab biz verim, bir oxuyum, gündə baxım 200 nəfərə zəng vurmalıyıq. Ən azı. Lütfən. Yəni özünüz də başa düşün. Onu olmasa 11 yaşında olanda qeydiyyatı keçəcək, 15 yaşında keçəndə, gələndə, gəlməyəndə, ciddi olanda, olmayanda. Bizə bu günləri ciddi olmayan lazımdır. Mən ciddi olmayandan yarım saat danışmaq məcburiyyətində deyiləm. Mən ciddi olmayandan heç 10 dəqiqə danışmaq məcburiyyətindəyəm. Valla ilk öncə Əlidən soruş, biz onu pulsuz qoymuşduq. Bizə menecer dedi ki, qardaş, siz tanınmış insan, siz adi Instagramda reklam edib gedən deyilsiniz. Sizdə çox uşaq da baxır, böyük də baxır, balaca da baxır, troll da baxır. İstəyən var, istəməyən var. Qoşacaq ora deyib botu. Bir də görəcəksiniz ki, sizin şəxsi Gmailimizə də milyon da hesab şey necək. Gəl bunun içində əsl gəlmək istəyənləri tap. Çünki bir adam bot düzəldən 3 dəqiqə söhbətdir. Botla, amma 25 manatdan bota nə qədər ödəyəsidir? Qaqa 25 manat. Bunun qarşısını almanın bir dənə yolu bu idi. Bu şeyin adı konsultasiyadır. Normal başqa şirkətlərdə 100-200 manatdan başlayır konsultasiya. 24 manat nə puldur ki? 100-200 manatdan aşağı heç kim sənə cavab vermir viza sonunda. Heç o əslində söhbəti olması bir şey deyil 24 manat. Həm də sənin 20 manatın yoxdursa cibində, sən hansı xaricə getməkdən danışa bilərsən? Hadi yazdı görəm. Əgər kimsə də deyir ki, ay güvənmirəm, ay nə bilim. Əgər 25 manata güvənməmə deyə bir şeyin varsa, xahiş edirəm, get Nigar Fərhadı 11.000 ver. Çox xahiş edirəm sizdən. Əgər həqiqətən də 25 manata güvənməmə deyə bir şeyin beynində yaşanırsa, ay 25 manatım batardı ola. Xahiş edirəm, bir 11-12 min get Nigar Fərhada. 5-6 vəzəncə müraciət eləsin. Ən aşağıda da yazsın ki, əgər bir vizanı ala bilmədiyimiz təqdirdə sən universiteti qəbul eləmişik. Yəni universiteti qəbulda pulsuzdur. Yəni bax deyirəm, sizə önəmli olan çox yaxın aylarda green card qeydiyyatımız açılır. Green card qeydiyyatı da sayta başvuru edənlərə pulsuz olur. Ay mən elədim də nə var green card qeydiyyatı eləmək. Bu günləri bizdə adi bankomatdan pul çıxara bilməyən adamlar var. Hər hansı bir xırda şey səhv dolduranlardır. Yəni xırda bir nöqsan olduğu halda sizə orada Həm də yox, sən hər şeyi bacarırsansa, sən belə vurdur, kimsənsə, bütün vizalar düzəldə bilirsən, green cardda səni Trump özü tapşırırsa, qardaş, birincisi sən də belə bir kampanyası pul qazan, mən sənə halal pul qazanma yoluncu. İkincisi də qardaş, aç cəmaatı pulsuz elə, YouTube'da paylaş. Kimsə gəlsə gözünün üstə qaşın var, deyən, hə, yox gəlib mən postumun altından yazmaq ki, green cardı doldurmağa nə var? Qardaş, onda bu 780 nəfər mənə yazıldı, green card istəyirəm. Bunlar kimdir? Ora necə çıxıb İlkin? Orada girəndə. İlkin, ona deyən ki, we can't parking here. Yəni, we can't Yox, esən. Dinən də la, mən olsam deyərəm, burada olanda Yox, deyil. da sahibi, cəmaat çıxıbdı, sahibi maşın qoyub getmiş. Həm qadındır deyəsən. Dinən ona. Bir dənə dinən də mırt şeydir, mendo. Bilirəm də söyürlər də, elə də söyülmək istəmirəm. Bak, diyəcəklər, da bacı. Mənə bax, bir dənə kişi izdinən qutardı, çıx söhbətdən qırar. Nə deyim? Kişi izdinən bir dənə. Ya da belə elə. It's a woman. Hava oldu sən. Ora çıxmaq özü böyük da. Ora çıxmaq hər bir adamın işi deyil ha. Hava oldu sana. Yerin göstərsən bizə. Kartezlər, dağılıb lütfen. Uşaqlar, 600 nəfər adam var söz. Qeydiyyatdan keçənlər indi bu saha, zəhmət olmasa, kim qeydiyyatdan keçsə bu gün ərzində zəng vurulacaq, bu gün qeydiyyatdan keçən. Bundan sonra qeydiyyatdan keçənlərlə gün ərzində zəng vurulur ki, sabahsı günə qalmasın. Çünki sonradan adamları keçir və biz onlarla sonra danışa bilmirik, vaxt olmur. Qeydiyyatdan keçənlər, zəhmət olmasa qeydiyyatdan keçin. Saat 5-dən sonra, biraz gec yata bilirsinizsə əgər, hamımızla mən, İlkin, Adil zəng vurub danışırıq. İstədiyiniz suallara 15-20 dəqiqə ərzində cavab veririk. Bütün
hələrinizə, yoxlarınıza, nə olar, nə səhv məlumat bilirsiniz, nə düzgün məlumat bilirsiniz, sizin hamısı ona çatdırır. Okeymi?